Aha. Necədir lövhə uşaqlar? Yaxşıdır müəllim. Aha. Başlayalım. Nə izah eləyim uşaqlar? İkinci sual müəllim. Faizlərdəmi? Bəli. Aha. Faizlərdən nömrə 2. 3,6 böl 5-də 14 bərabərdir x bölünsün 3-də 5-ə. Kənarda dayananlarım nədir? 3,6 və 3-də 5-dir. Kənarda dayananların hasili ortada dayananların orta buradır. Ortada dayananların hasilinə nədir? Bərabərdir. Bu qarşı kəsirdir. Düzgün olmayan kəsrə keçəndə 3,6'dır. 13'ə vuracam, üzərinə 6 gələcəm. 10'da 36 eləyir. 3'ə xısar gedir. 12 qalır. 12'ni 5'ə vururam. 60 olur. 60 bölü 10 bərabərdir. 5'də 14 vur x-a. 60'ı 10'a böləndə qalır 6. Vurmadır, aşağıda olur bölmə. Yanında olmayanı bölürəm yanındakına. 5'də 14'ə. 6 qalır, bölmə vurmaya keçir, qalır 14'də 5. 6 ilə 14 ixtisar gedir, qalır 2'yə 3, 7'də neçə? 15. Başa düşdünmü Rəvan? Uşaqlar, başa düşdünüzmü? Sonra keçəyin neçəyə? Sizin üçün hansı çətin gəlir? Deyin görək. Nicat, de görək. Sonra. 5'e baxın müəllim. Neçəyə? 5'e. 5'ə. Nömrə 5'də deyir ki, bağban 2 kilogram azot. Dirək yazıram. Nə yazıram? Azot yazıram. 3 kilogram fosfat. Fosfat dirək nə yazıram? 3 kilogram. Və əhəng. Əhəng nə qədərdir? 6 kilogramdır. Və azotun kütləsinin, yəni azotun kütləsi 2'dir. Ümumi qarışığın kütləsinə, yəni 3, 2, 6 elədi 11. Ümumi qarışığın kütləsinə nisbəti. Kəsr xətti nə deməkdir uşaqlar? Bölmə deməkdir. Düz deyilmi? Bəli. Nisbət bölmə deməkdir. 2'nin 11'ə, 6 da 10'a aiddir. Keçəyin nömrə neçəyə? 7'yə. 7'də biraz 7 asandır 8'ə. 8'də biraz diqqətli olun. 15 kilometr 2,5 saatda nə olur? Gedir. O həmin sürətlə saat nəyin vahididir? Zamanın. Dəqiqə nəyin vahididir? Zamanın. Zaman zamanın altından yazılır. Neçə kilometr gedir? Bilmirəm x. Cavablara baxın, cavabı verib metrlə. Və saatla dəqiqə veribsə, böyük vahidlə kiçik vahidi yanaşı veribsə, böyük vahiddən keçin kiçik vahidə. 1,5 saatim 60 dəqiqədir. Bunun arasında vurma var. Vururam 60 dəqiqəyə. Kilometrdən də keçməliyəm metrə. Cavabı metrlə verib. 1 kilometrində 1000 metrdir. 15'i vururam 1000'ə. X yazıram, buradan da 1 dəq yazıram. Vergüllə olanlara onluq kəsirlər deyilir. Vergüldən sonra bir rəqəm var. Bir dənə sıfırla vergül gedir, qalır 90. 25'ə 6'ya vururam, elir 150 dəqiqə. 150 dəqiqə, burada da 1500. Burada x, burada 1 dəqiqə. Sağ və sol tərəflərini ixtisar eləmək olar.
150 ilə 150-ni ixtisar eləyirəm, olur 10, burada qalır 1. Burada qalır 1, burada qalır x. Çal çarpaz vururam. X bərabərdir. Neçə oldu? 10 oldu. Burada bir dənə də 0 var, 100 oldu. Всё. Başa düşdünüzmü? Hə? Bəli. Bəli. Aha, o birisi də ona aiddir. Ümumiyyətlə, saatla, dəqiqə, zamanda kiçik veribsə, tez keçin kiçik vahidə. Eləcə də yolun vahidlərində. Edə bilərsiniz. Neçəni? 19. Aha, bəli. Niyə izah eləmirəm? Nömrə keçəyin 19-a. 5 bölünsün 4k bərabərdir 6 bölünsün 5-ə. Bərabərdir 7 bölünsün 6m-ə. Emerika müsbət ədədlər olarsa münasibətlərdən hansı doğrudur? Müsbət ədədlərdən neçəni götürəcəm? 1-i. 5 bölünsün 4k-nı bərabər eləyirəm 1-ə. 1-in məxrəci yoxdur, 1 yazıram. Çal çarpaz vururam. 4k bərabərdir 5-ə. K ilə bunun arasında heç nə yoxsa vurma var, aşağıda olur bölmə. K-ya nə tapdım? 4-də 5 tapdım. 6 bölünsün 5m bərabərdir 1-ə. 5m bərabərdir 6-ya. M bərabərdir 6 bölünsün 5-ə. 7 bölünsün 6m-i bərabər eləyirəm 1-ə. 6m bərabərdir 7-yə. M bərabərdir 7 bölünsün 6-ya. Müəllim, bunların surətləri də, məxrəcləri də müxtəlifdir. Gəlin, məxrəclərinə ortaq məxrəc gətirəyin. 6-ya, 4-ə, 5-ə nə tapacam? Əkop tapacam. Məsələn, neçə ola bilər? 60 olurmu? M bərabərdir 60, 66-ya bölürəm 10 yazıram. 60-ı 4-ə bölürəm 15 yazıram. 60-ı 5-ə bölürəm 12 yazıram. 7-nin üstündəkinə vururam 70 və 5 üstündəkinə vururam 75. N-in üstündəkinə vururam 72, 5. 60-da 72, 60-da 75. Deməli, indi necə eləyəcəyik? 70 qarpızı 60 adam arasında bölsəmmi dilimi çox yeyə bilərəm? Yoxsa 75 qarpızı 60 adam arasında bölsəmmi? Yoxsa 72 60 arasında bölsəmmi? Hansı çoxdur? K böyükdür N-dən, o da böyükdür nədən? N-dən. Düz deyilmi? Müsbət ədədlərdirsə belə olacaq. Əgər mənfi ədədlərdirsə, müsbətini tapıb işarələri əksinə nə edəcəkdim? Dəyişəsiydim. K böyükdür N, o da böyükdür M-dən. Oldu Y variantı. İndi baxağın, yox, özünüz tapın. K böyükdür N-dən C variantı olur. Mən 20-yə baxdım. İndi keçəyin nömrə 20-yə. Nömrə 20-də buna aiddir. Keçəyin nömrə 21-ə. Nömrə 21-də S bərabərdir 5A bölünsün B-yə. A və B müsbət ədədlər A-nı 4 dəfə azaldıb. Azaldıb deyəndə 1 böləklə olur. A bərabərdir 1 bölək 4 olur. Çünki 4 dəfə azalıb deyir. Və B-ni 3 dəfə artırsaq, B bərabərdir 3 olur. Azalanda 1 böləklə yazırsınız, artanda ədədin özünü yazırsınız. Bu da sabitdir, silirəm. S bərabərdir A bölünsün B-dir. A-nın yerinə nə qoyacam? 4-də 1 qoyuram. B-nin yerinə 3 qoyuram. 4-də 1-i bölürəm nəyə? 3-ə. Vurmaya keçir. Olur 3-də 1. 4 və məxrəcə surətə vurulur. Olur 12-də 1. 1 bölək alıramsa deməli azalıbdır. Neçə dəfə? 12 dəfə azalıbdır. Başa düşdünüzmü? Sonra keçəyin, o birisi də ona aiddir, keçən 23-ə.
İndi çaşdırmaq üçün nömrə 23-də mötərizədə veribdir ki, görün nə yazacaqsınız. Və bərabərdir 9 bölünsün 10. Müsbət ədəddir, özünü yazıram, bölürəm 5y-ə, 9-u bölürəm 10-a. Çarpaz vururam. Deməli, 30x bərabərdir 45y-ə. 15'e sağ gedir. 45'i 15'e bölürəm. 3 düşür. 15'e bölürəm. 2 düşür. 2x beraberdir. 3y olur. Natural ədədlərdə keçmişdik. X 3'e, bu bunun qabağındakına, bu ise bu birisi de bu birisinin x'in əmsalına beraber olur. 2 olur. Və məndən də x bölünsün y soruşur. X'in yerinə 3 yazıram. Y'in yerinə 2 yazıram. O dediğim ben 1,5 olur. Ay sağ ol. İndi keçəyim nömrə neçəyə? 24 də buna aiddir. Nömrə 25'ə. Diqqətli olun. Bu sual sınağa düşən sual olubdur. A bölünsün 2 bərabərdir. B bölünsün 3 bərabərdir. C bölünsün 4. A vurulsun, B vurulsun, C bərabərdir 24. A plus, B plus, C cəmini soruşur. Deməli, buradan bunu ayrı-ayrılıqda 1'ə bərabər edirəm. A bərabərdir 2 olur. B bərabərdir 3 olur. C bərabərdir 4 olur. İndi gəlsək A'nın 2, 3, 4 qiymətini yerinə qoyaq. 24 olur mu hasili? Bəli. 24 olursa cəmini hesabla deyir. Bu şərtimi ödəyirsən. O deyir müəllim. İndi başqa cür veribdir. İndi şərtimizi ödəmir. O birisi sual. Nömrə baxaq 26'ya. 26'da A bölünsün 2, B bölünsün 3, C bölünsün 4 verir. Müəllim C bölə 5. Bir dəqiqə üzr istəyirəm. O birisini yazdım. A bölünsün 2, B bölünsün 3, C bölünsün 5. A plus, B plus, C beraberdir 30'a. Ve A vurulsun, B vurulsun, C hasilini soruşur bizden. İndi ne edeceğim uşaqlar? A beraberdir 2 olur, ayrı-ayrılıqda B beraberdir 3 olur, C beraberdir 5 olur. 2 üstə gələk 3, 5, 5 üstə gələk 5, 10, 30'u verir mi? Şərtimi ödəmir. Şərtimi ödəmirsə yanına bir dənə kalar qoyacağım. İndi gətirəm buradan A'nın, B'nin, C'nin qiymətlərini yerinə qoyuram. 3K, 5K bərabərdir 30'a. 10K bərabərdir 30, sıfırlar getdi, K bərabərdir 3 qaldı. İndi gətirirəm. A 2K'dırsa 2 ilə bunun arasında nə var yazılmıyor? Vurma. 2 vur 3'üm 6. 6. 3'üm 9. 9. 15. Ve bunların da 6 vur 9 vur 15'i soruşur. 30 vur 15 o da olur 450 mi olur? 6 vur 9'u. 6 vur 9'u. 54. 54'ü də 15'ə vurun, cavabı tapın. Vurmanı da bilirsiniz yəni. Başa düşdünüz mü uşaqlar? Bəli. Sonra, əgər ödəməyəndə şərti yanına kalar qoyun. İndi nömrə 27'nin asan yolunu necə izah edeyim? 0,1 vergüllə olanlara necə kəsirlər deyilir? Onluq kəsirlər deyilir. 0,5 bu da olur 2,5 ve y beraberdir 2 tam 3'te 1, 3 tam 2'de 1, üste gələk 1 tam 3'te 1. Qarşıt kəsirdir, düzgün olmayan kəsirə keçin. 3 vuraq 2, 6 üzərinə 1 gəlirəm 7. Bölünsün 2'də 7. Bölmə də vurmaya keçir, olur 7'də 2. Üstə gəlirəm, 3 vuraq 1'im 3 üzərinə 1 gəlirəm, düzgün olmayan kəsirə keçəndə 3'də 4. 7'lər yaxsar gedir, 3'də 2 plus 3'də 4. 2 dənə 3'dən 1 dənə 3 götürürəm, bu da olur 6.
Kəsr xətti də bölmə deməkdir. 6-nı da 3-ə bölürəm, olur 2. Y-ə nə tapdım uşaqlar? 2 tapdım. İndi gətirirəm, yerinə qoyuram. 0,1 vurulsun 2, x çıxılsın 2. Bərabərdir 0,5, 2,5. İndi uşaqlar, vergüldən sonra bir rəqəm var. Bir dənə sıfır olan 10'dur. Bunun məxrəci ona vuranda, surəti ona vuranda məxrəc də ona vurulmalıdır. Kəsrin surət və məxrəcini eyni bir ədədə vurmaq olar, eyni bir ədədə bölmək olar. Deməli, bunu da nə edəcəm? Ona vuracam. Vergüldən sonra bir rəqəm var, ona vuracam. Vergüldən sonra bir rəqəm var, ona vuracam. Məqsədim nədir? Bütöv ədəd almaqdır. İndi vergüldən sonra bir rəqəm var, 0 gedir, 2, 10, x minus 2 bərabərdir. Vergülə bu gedir, 5 qalır, vergülə bu gedir, 25 qalır. 25 ilə 5'ə qısar gedir, 5'də 1 qalır. Deməli, 10 x minus 2'ni 1'ə vuranda öz eləyir, 2 vuraq 5'im 10 eləyir. Bunlar da qısar gedir, qalır 1. Elə mi qalır? X da bərabərdir. Neçə olacaq uşaqlar? X da bərabərdir. Neçə olacaq? 3 olacaq da. 1 çıxmadı. Aşağıda toplama olur. X da bərabərdir. 3 olur. Məndən də X'i soruşur. X'im oldu. C variantı 3. Aydındır mı uşaqlar? Bəli. Amma laf yaxşı. O birisi də 10'a aiddir. Keçəyin 29'a. Ümumiyyətlə sizə kəsim deyirsə, hissə deyirsə, birini əskik götürün. Nəyə görə? Səbəb nədir? 3 dənə xətt varsa, burada neçə dənə hissə var? 1, 2 dənə nəyim 2 var? hissə var. Hissəm var. 3 xəttdən biri əskik olur. Deməli, tənasiblə eləyəndə 3 hissə 4 dəqiqə lazımdır. 6 hissəyə, hissənin altından yazıram. Burada da neçə dəqiqə x bilmirəm. Hər bölgüyə 3 deyirsə 2 hissə olur. Hər bölgədən olur 5 hissə. Çarpaz vururam. 2x bərabərdir 20'yə, x bərabərdir 10'a. Başa düşdünüzmü? Hissə deyirsə azaldıram. Bəli. Xəttdən bir əskik olur. Kəsim deyəndə də elə eləyin. O birisilərdə yenə kvadrat metrin altından yazacaqsınız və kiloqramı da kiloqramın altından yazacaqsınız. Elə də həll eləyəcəksiniz. İndi keçəyin nömrə 31'ə. Çox maraqlı bir sualdır. Dərk eləyin uşaqlar. 3 fəhlə 9 saata nə eləyir? İş görür. 9 fəhlənin altından yazıram neçə saata soruşur məndən bilmirəm x saata. Və neçə saata yerinə yetirər. Fəhlə kimdir? İşçidir. Saat nəyin vahididir? Zamanın. Dəqiqə keçir, saniyə keçir, saat keçir. Evdən anız deyir nə qədər zaman keçdi? Deyirsən 1 saat keçdi, 1 gün keçdi, 1 həftə keçdi, 1 ay keçdi, 1 il keçib. Bir əsr keçib. Deməli, bunlar nəyin vahididir? Zamanın vahidləridir. Zamanla işçi tərs mütənasibdir. Tərsinə də düzünə vurulur. İndi 3'ü vuracam 9'a, 9'u vuracam x'a. 9'lar gedir, x bərabərdir 3 qalır. Əgər 3 fəhlə 9 saata iş görürsə, 9 fəhlə 3 saat iş görür. Fəhlələr çoxalanda zaman nə olur? Azalır. Çox az iş görür axı. Çox adam. Birləşəndə. Başa düşdünüzmü səbəbini? Sonra o birisilərdə 10'a aiddir. Keçəyin nömrə 33'ə. Nömrə 33'də bizə deyir ki, 3 ton yük götürən 14 yük avtomobili lazımdır. Hərəsi 3 ton götürürsə 3'ü vuracaq 14'ə eləyəcək 42. 42.
İndi bizə deyir ki, bu yükü daşımaq üçün 5,4-də bir yük götürən neçə avtomobil lazımdır? 3,4-də 1-ə nə edəcəm? Böləcəm. Hərəsi 3,4-də 1 ton yük götürürsə, 42-ni nəyə böləcəm? 3,4-də 1-ə böləcəm. Bölürəm 5,4-də 1. 13-ə. 42 yerini dəyişir. Bunu düzgün olmayan kəsrə keçdim. İkinci kəsrdə yerini dəyişir. Olur 13-də 4. Bu neçəyə ixtisar gedir? Getmir ixtisar, eləmə. 4, 4-də 13. Bircə dəqiqə. 3 tam deyil. 5 tam deyil uşaqlar. Deyirəm, niyə düz alınmır? 4-də olur 21. Burada 21, 21-ə ixtisar gedir 2, olur 8. Deməli, neçə avtomobil lazım olur? Hərəsi 5,4-də 1 ton götürürsə, onda 42 tonu bölürəm 5,4-də 1-ə ki, yük maşınlarının sayını tapım. Neçə dənə yük maşının var imiş? 8 dənə yük maşının var imiş. Sonra keçəyin o birisinə. Ümumiyyətlə mütənasib nisbət deyirsə, deməli, hissələr veribsə, yanına kalar ya x-dar hər hansı bir dəyişən istəyirsinizsə qoyun. Qoyursunuz. Deməli, 9, 12, 15. Yanına x-dar qoyuram, mütənasib dediyinə görə. X-dar qoyuram, toplayıram və 108 manata bərabər eləyirəm. 9, 12 elədi 21, o da elədi 36, x bərabərdir 108-ə, x da bərabərdir 108-i bölürəm neçəyə? 36-ya. Neçə dəfə düşür? 3 dəfə düşür. X-a tapdım 3. Deyir ki, yaşları 9, 12, 15 olan 3 qardaş 108 manat pulu yaşlarına mütənasib olaraq böldülər. Kiçik qardaşa neçə manat pul düşdü? Kiçik qardaşın 9x-dır. 9 və x-in arasında 21. 9-u 3-ə vuracaq, olacaq 27. Başa düşdünüz mü uşaqlar? Bəli. Böyük qardaş desəydi 15x-i götürəcəkdim. O birisilər də ona aiddir. O birisilər də ona aiddir. Deməli, keçək nömrə 38-ə. Tənasib yolundan eləyəcəksiniz. X bölünsün, Y bölünsün, Z bərabərdir 7-də 1 bölünsün, 3-də 1 bölünsün, 21-də 1. 5x çıx 2y plus Z bərabərdir 16, Y-i tapın bərabərdir suala. Uşaqlar, x-in birinci gəlib, bu da birinci gəlib. X-in bərabərdir 7-də 1 kaya. Y-in ikinci gəlib, Y-in bərabərdir 3-də 1 kaya. Z-in üçüncü gəlib, üçüncü gələn üçüncü gələnə uyğundur deyir, 21-də 1 kaya. İndi gətirdim yerinə qoyuram. 7-də 1 k, 2 vurulsun, 3-də 1 k, 21-də 1 k bərabərdir nəyə? 16-ya. 7-yə 3-ə 21-ə. Ortaq məxrəc 21-dir. 21-i 7-yə bölürəm. 3 düşür, 3-ə bölürəm. 7 düşür, 21-i 21-ə bölürəm, 1 düşür. 5 üstündəkinə vururam. 15k çıx, 2-ni 7-yə vururam. 14k plus k bərabərdir 16-ya. 15k'dan 14k çıxıram. 1k, k-nın üstünə 1k gəlirəm. 2k bərabərdir 16-ya. 2 ilə 16 ixtisar gedir. Qalır 8. K bölünsün 21 bərabərdir 8-ə. 8-in məxrəci yoxdur. 1 yazıram. Çal çarpaz vururam. K bərabərdir 8, 168. İndi məndən nəyi soruşur? Y-i soruşur. Y-im nəyə bərabər idi uşaqlar? 3-də 1 k-ya bərabər idi. 3-də 1 ilə k-nın arasında vuruma var. K-ya nə tapdım? 168 tapdım. 3-də 1-i vururam nəyə? 168-ə. Baxıram ki, görüm bu 3-ə bölünürmü? Rəqəmlərini cəmləyəcəm 15 eləyir. 3-ə bölünür, o 56 düşür.
Deməli, cavabım nə olacaq? Y-im 56 olacaq. Uyğun gəlirsə, birinci gələnə uyğun deyirsə, birinci gələnə uyğun edirsiniz, ikinci gələnə uyğun edirsiniz. Uşaqlar, o birisi də verir ki, 3 bölünsün 4 nisbətində. İndi nə mütənasib demir, nə nisbət demir, nə kəsr xəttindən göstərməyib ki, hissə kimi başa düşə bilərsən. Deməli, belə nöqtəli bölək göstərib, nisbət də nə deməkdir, bölmə deməkdir, yanına kalar qoyub ədədə bərabər edəcəksiniz. Və ondan sonra sizdən deyir ki, dənli bitkilər hansıdır? Deyir ki, kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün nəzərdə tutulmuş 42 hektar əkin sahəsi dənli və texniki bitkilər üçün uyğun olaraq dənli bitkilər birinci gəlir, texniki bitkilər ikinci gəlir. Birinci gələn 3'dür. Deməli, bu olacaq 3x. Bu ikinci gələn 4'dür. Bu olacaq 4x. Bunları toplayıb 42'ye bərabər eləyəcəksiniz. Və o cavabı işarələmirsiniz tez baza. Dənli bitkilər üçün neçə hektar? Dənli bitkilər dediyinə görə x-a nə tapmısınızsa, onu vuracaqsınız 3'ə. Başa düşdünüzmü? Sonra bizə deyir ki, o birisi də ona aiddir, elə gedir. Deməli, A bölünsün B bərabərdir C bölünsün D-yə. İndi B plus C bərabərdir 60'a. B bərabərdir 3C bölünsün 4'ə. C bərabərdir 4D bölünsün 5'ə. A'nın qiymətini tapın deyir. Gəlin buradan çarpaz vurağın. AD bərabərdir B'si olur. AD bərabərdir B'si olur. İndi gəlin bunu da çarpaz vurağın. 4B bərabərdir 3C olur. Bunu da çarpaz vurağın. 5C bərabərdir 4D olur. İndi B'nin qiyməti vurmadır, aşağıda bölümü olur. B'nin yerinə yazacağım 3C bölünsün 4. Hamısını bir dəyişənə gətirirəm ki, o dəyişəni tapa bilim. Və senin özünü yazacağım. D'nin yerinə yazıram 5C bölünsün 4. Vurma da aşağıda D'ni tapanda bölümü olur. Yanında olmayanı bölürəm yanındakına. 5C bölünsün 4 bərabərdir. Neçə olur uşaqlar? 60 olur. Senin məxrəci yoxdur, 1 yazıram. 1 ilə 4'də ortaq məxrəc 4'dür. 4'ü 4'ə bölürəm 1, 1'ə bölürəm 4, 4'ə bölürəm 1. Üstündəkinə vururam 3C, üstündəkinə vururam 4C, 5C bərabərdir. Neçə olur? 60 olur. Çarpaz vuranda olur bu nə? 60'ı 4'ə vuranda olur 240. 3C, 4C, 5C toplamda olur 12C bərabərdir 240'a. 24 ilə 12 ixtisar gedir. C bərabərdir. 240'ı 12'yə böləndə qalır 20. İndi məndən nəyi soruşur? Ona baxalım. A'nın qiymətini tapın deyir. A'nın qiymətini tapın. A burada yoxdur. A'nı hardan tapa bilərəm? Buradan tapa bilərəm. A bərabərdir. BC bölünsün, vurmadır, aşağıda bölümü olur. Yanında olmayanın yanındakına bölürəm. C'ye tapdım neçə? 20. İndi D'ni tapıram. D neçədir? 5C bölünsün 4'dür. 5'i vururam 20'yə, bölürəm 4'ə, eləyir 25. B'ni tapıram. 3'ü vururam 20'yə, bölürəm 4'ə, eləyir 15. 15 ilə 25 5'ə ixtisar gedir 3 qalır. 5'ə ixtisar gedir 4 qalır. Deməli 15'i 20'yə vurub 25'ə böləndə 12 olur. Cavabım deməli A'nın qiyməti nəymiş? 12 imiş. Başa düşdünüzmü? Yoxsa bir də təzədən izah eləyim mi? Başa düşdüm mən. Aha, lap yaxşı. İndi keçəyin
Deyir ki, surətləri 1, 3, 7. Surətləri 1, 3, 7. Məxrəcləri uyğun olaraq. Nəyə uyğun olaraq? 2, 5, 10'a. Uyğun olaraq. Yazıram buradan 2. Bu da buna uyğun. K ilə göstərənləri 2K, 5K. 10'da getdi. Deyir ki, nisbətində olan 3 müsbət kəsrin ədədi ortası bölürəm nəyə? 3'ə. 25'də 12'yə nədir? Bərabərdir. Deməli, burada nisbət hissələr varsa bölək verir. Yanına nələr qoyacağım? X'lar qoyacağım. Gəlin buna ortaq məxrəc tapalım. Olur 10. 10 məxrəcə bölürəm, üzərində yazıram. 5x, 6x, 7x bölü 3 bərabərdir 25'də 12'yə. 11, 18x bölü 10 bölü 3'də 1, 3'ə. 3'ün məxrəci yoxdur, 1 yazıram. Bu aşağı düşür, olur bura 30. Bərabərdir 25'də 12'yə. Hər tərəfdən məxrəclə məxrəc, surətlə surəti ixtisar eləyə bilərsiniz. Əgər ixtisar gedə bilirsə. 5'ə ixtisar gedir, 6 qalır, burada 5 qalır. İxtisar nədir? Hər iki eyni ədədin, yəni sağ və sol tərəfin və ya surət və məxrəcin eyni bir ədədə bölünməsidir. 18'i 6'ya bölürəm. 3x 12 bölünsün. Neçə oldu? 5 oldu. Vurma da aşağıda bölümü olur. 5'də 12'ni bölürəm 3'də 1'ə, 3'ə. Olur 3'də 1. Bunlar ixtisar gedir, qalır 5'də 4. X'im nəyə bərabər oldu? 5'də 4'ə bərabər oldu. İndi deyir ki, ikinci kəsrim hansıdır? X'a nə tapdım? 5'də 4 tapdım. İkinci kəsrim, birinci kəsir, ikinci kəsir. Budur. 5'də 3x'dir. İkinci kəsrin, yəni 5'də 3x'in surət və məxrəcini 5'də 3'ü vururam nəyə? X'a nə tapdım? Bunun arasında vurma var. 5'də 4'ə qiyməti 25, burada da oldu 12. İkinci kəsrin surətinin və məxrəcinin cəminin ən kiçik qiymətini tapın. Surətim 12'dir, məxrəcim 25'dir. Olur neçə? 37. Anladınız mı uşaqlar? İkinci kəsirdə gətirdim x'in qiymətini nədir? Yerinə qoydum. 45 də 10'a aiddir. Deməli, o birisilər də yenə deməli almanın məsələn ümumiyə nisbətini tapacaqsınız və elə həll eləyəcəksiniz. Sonra deyir ki, bizə 48'də 8 santimetr, bir də verib 12. Hündürlüyü 12 santimetrdir. Hündürlükləri 8 ilə 12 santimetrdir. Böyük binanın hündürlüyü, böyük bina nədir? 12'dir. Böyükü böyükün altından yazıram. Və buna da x yazıram. Və çarpaz vururuq, oradan da x'i tapırıq, binanın hündürlüyünün neçə metr olduğunu tapırıq. Sonra keçək diaqrama. Bizə diaqramda deyir ki, 60 tonluq bir su hovuzu 2 boru vasitəsilə doldurulması haqqında məlumat verilmişdir. Deməli, qrafikim necədir? Belədir. Deməli, burada yazıb tonu, burada yazıb 60 ton, burada yazıb 20 ton, burada yazıb saatı, deməli, burada yazıb 4, burada yazıb 60'dan gəlir bura, bura yazıb 10. Deyir ki, ilk 4 saatda hovuz birinci boru ilə, sonraki 6 saatda ikinci boru ilə doldurulmuşdur. Yalnız ikinci boru ilə boş su hovuzu neçə saata dolar? Deməli, 4 saata hovuz birinci boru ilə sonraki 4 saata dolubdur.
Tonum nədir? 60'dır. 60 tondursa hovuzun neçədən bir hissəsi dolub? 60'dan bir hissəsi nə olub? Dolubdur. 20'dirsə 20'də bir hissəsi dolubdur. Dolanda toplayırıq və sağda vururuq. Bunun da saatı neçədir? 3-4 saatda 20'ni 4'e vuracağım. Çünkü 20'den 4'e gelip saatı vurursunuz buna, tona, hissiye. Həmişə elə olur, saat vurulur. Bunu da vurursunuz ona. Ve bize deyir ki, 1 bölünsün x'a bərabər eləyirik. Kənliyimiz belədir. Gedir, 6'da 1, üstə gələk 5'də 1 bərabərdir 1 bölünsün x. 30, 30'da 11 bərabərdir 1 bölünsün x qalır. X'i tapanda x bərabərdir 30 bölünsün 11 olur. İndi bizə deyir ki, ikinci boru nədir? 20'də 1 idi. İkinci boru ilə boş hovuzu neçə saata dolar? Boş hovuz. 11'də 30'dan çıxacaq 11'də 11'i. Neçə eləyir? Bunun cavabına arkada baxın görün neçə verib, açıq sualdır. 50. Qoyun baxın. Faizlərdən 50 verilib benim deyəsən. 50'də 50 mi verib? Neçənci sual idi bu? Neçənci sual idi uşaqlar? 50-ci sual faiz ədədin faizinin tapılması. 50-ci sual 9 veribdir. Elə mi baxdım, düzmü? Faiz ədədin faizinin tapılması. Səhv baxdınızda müəllim, faiz nisbət tənasübə baxmalısınız. Faiz nisbət tənasübə baxıram da mən də. Faizinə görə ədədin tapılmasından hansından qabaqdır? Faiz ədədin faizinin tapılması. Faiz ədədin faizinin tapılmasından qabaq 59 verməyib mi? 9 veribdir. İndi çıxıram 11'də 11'i. Nə oldu bu? 11'də 9, 29 elədi. 9 eləmədi axı. Lap da 30'u lap da gücə dəqiq. Hardasa diqqətsizlik edirəm. Gücə dəqiq, bu 20'dir, bu 60'dır. Gücə dəqiq. Görək nə deyib bizə? Hakkında məlumat verilmiştir. İlk 4 saatte hovuz birinci boru ile sonraki 6 saat ikinci boru ile doldurulmuştur. Aha. Doldurulmuştur. İkinci boru ile birinci boru ile sonraki 6 saat ikinci boru ile doldurulmuştur. Yalnız ikinci boru ne kadardır? Deməli, su havuzu 2 boru vasitəsilə doldurulması yaxşı. 4'də 1 x, 10'da 1 x bərabərdir 60 ton yazıram. 60 ton birdir. Bu elədi 40, bu elədi 8, bu elədi 4, 12x bərabərdir 60'a. 60 12'ye böləndə 5. X bərabərdir 200. 200'dən. Mənim orada niye 10'da 1 oldu ki? 6'da 1 olmalı değil. Pardon. İlk 4 saatte hovuz birinci Saat boru 4 ile saate sonraki doldurursa 6 saat. hisseyle 4'te 1 hissəsini doldurur. 10 saate doldurursa hovuzun 10'da 1 hissəsini doldurulmuştur. 60 tonluk bir su hovuzu. 2 boru vasitəsilə doldurulması hakkında məlumat verilmiştir. Beraber elədiyim 2 borunu 60 tona doldururdu. Deməli, yalnız ikinci boru deməli 40'ı 4'e bölürəm. 10 olur. 40 10'a bölürəm 4 düşür. 14 x bərabərdir 60'a. Aha. İndi
2-yə sar 7-yə 2-yə sar edirəm. 7 qalır, 20 qalır. 7x bərabərdir 1200 olur. X bərabərdir 60 vurulsun 20 bölünsün 7. Olmur axı. Olmur axı. Necə eləyəcəyik? Diyanım. 4'te 1'i kız boru ile sonraki adı boru ile doldurulmuştur. Aha. 60 tonluk değil mi? 60 ton havuzun ümumiyyətlə 60 ton tutur. Onu deyir bizə. İndi deyir ki havuzu birinci boru ile sonraki 6 saat ikinci boru ile doldurulmuştur. Yalnız ikinci boru ile birinci borum 4'te 1'dir, ikinci borum 6'da 1'dir bu. Mən nə yazmışam? Onu da deyirdin Rəvan. İndi 24, 10, x bərabərdir 60'a, x da bərabərdir 6 4 yazaq 2 yadda 12, 144. X'a tapdım 144. İndi ikinci boru 6'da 1'i vururam 144'dən. Deməli 2 dəfə 24 dəfə. Axı 50 olmur yenə də. 6'da 1'i kız 24, 24'ü 4'e bölürəm 6, burada yazıram 4. 12 bərabərdir 12 24'də 12 doldurulmuşdur. İndi deyir ki ikinci boru ile 24'te 4 24'te 10 x'i doldurulmuştur. İkinci boru ile boş havuzu neçə saata dolar? İndi yazıram 60 tona. X da bərabərdir 144 mü tapdım? Sıfırlar getdi. 4 yazaq 144 tapdım. 2 boru 144 deməli 144 tapdım X'a. İndi deyir ki ikinci borum 6'da 1x'dir. 6'da 1x'dir. Deyir ki neçə saata doldurar? Bilmirəm x saata. Bəs yaxşı. 6'da 1x saata doldurursa deməli 60 tonu x 6'da 1'ini x tona doldurursa 60 tonun ne qədərə dolub? 144. İndi gəlin bunu çarpaz vurağın. 3600 bu delədi 144. 36 qaldı 2, burada da qaldı 50. Uşaqlar, deməli birinci boru 4 saata doldurursa hissəyə keçəndə neçə saata dolduracaq? Hissəyə keçəndə 4'te 1 hissəsini doldurmuş olur. 4 saata doldurursa havuzun 4'te 1 hissəsini doldurur. 6 saata doldurursa havuzun 6'da 1 hissəsini doldurur. Və x'i bərabər elədim 60 tona. Ortaq məxrəc tapdım. Sıfırlar getdi. 24'də 6'ya vurdum. 144 ton doldurur. İkisi birlikdə. Deməli 6'da 1 hissə bizə deyir ikinci boru. Bu birinci borumdur. Bu ikinci borumdur. İkinci boru 6'da 1 hissəsini doldurur. Neçə saata, neçə ton doldurur? Bilmirəm x ton. 6'da 1 hissəsini neçə ton doldurur deyir. Və yaxud da 6 saata neçə ton doldurur deyir. Bilmirəm x saat. X yazıram. X ton. Tonu da tonun altına yazıram. Ümumi tonum 60 tonu. Neçə saata doldurur? 144
144 sağda doldurur. Sağdı da sağdın altına yazdım. Çal çarpaz vurdum. 3600'ü böldüm 144'den. 18'e qaldı 50. Qaldı 50. Elə mi eləyir uşaqlar? 4 dəfə. Deməli, 3600'ü burada qalır. 4 dəfə burada qalır 25. 25'dirsə, 25'dirsə. İndi deyir ki, ikinci boru ilə 25'dirsə, ikinci boru ilə boş hovuz neçə saata dolar? Deməli, X-a tapdım 25. İndi ikinci boru ilə neçə saata dolar? Neçə saata dolar? Hərəsi 25'dirsə, ikisi birlikdə neçə saata dolar? 50 saata dolar da deməli. Hərəsinə 25 tapmışam da elə bil. Başa düşdünüzmü? Bəli. Başqa yolu onu düsturla da eləmək olardı. İnşallah bu Düsturla da imtahanda eləmək olardı. düşərsən. Keçəyin o birisinə, nömrə 51'ə. Nömrə 51'də A bölünsün B bərabərdir 4'də 3'ə. B bölünsün C bərabərdir 5'də 2'yə. Deyir ki, nisbətində qarışdırılmışdır. Alınan qarşılığın ümumi kütləsi 680 qramdır. Ümumiyə yazıram. Ümumi. Şimdi A maddəsinin kütləsini tapın. Çal çarpaz vururam. 4A bərabərdir 3B'yə. Çal çarpaz vururam. 5B bərabərdir 2C'yə. Müəllim, B buradan 4'ə, B buradan 2'yə bərabərdir. Axı B bir dəyişəndir, adı da B'dir. Bir tərəfdə 4'ə, bir tərəfdə 2'yə bərabərdir. Necə ola bilər belə? Ona görə bərabərləşdirmək üçün, B-ni 4'ə gətirmək üçün ən yüksəyə bunu vuracam 2'yə, bunu da vuracam 2'yə. Olacaq 4A bərabərdir 3B'yə, 10B bərabərdir 4C'yə. İndi B buradan 4'ə, B buradan 4'ə bərabər oldu. A buradan 3'ə bərabər oldu, C də buradan 10'a bərabər oldu. Bu bunun qabağındakına, o birisi də bu birisinin qabağındakına bərabər oldu. Və bizə deyir ki, alınan qarşılığın nə qədərdir? 3, 4, 7, 17'nin ümumi qarşılığa kütləsi, alınan qarşılığın deməli x'lar qoyacağım yanına. 17x qarşıq dediyinə görə qarışdırırıq, yəni toplayırıq. 680'ə bərabər eləyirəm. Ümumi qarşılığın kütləsi deyir 680 qramdır. İndi burada x bərabərdir 680'i böləcəm neçəyə? 17'yə. 4 dəfə 40 düşür. X'a tapdım 40. İndi bir A maddəsinin A neçədir? 3x'dir. 3 ilə bunun arasında vurma var. 3'ü vuracam 40'a olacaq 120. Deməli A maddəsinin kütləsini tapın oldu neçə? 120. Başa düşdünüzmü uşaqlar? Bəli. Sonra mən yorulmuşam, ola bilsin hardasa səhv eləyim, siz baxın. Diqqətsiz olun daha doğrusu. Sonra indi deyir ki 6 nəfər 5 saata 10 günə bir işi 6 nəfər hər biri gündə 5 saat işləməklə 10 günə yerinə yetirir. 15 nəfərin altından yazıram. 15 nəfər hər biri gündə 4 saat, saatın altından yazıram.
Burada x yazıram. Neçə 4 saat işləməklə neçə günə bitirər? Nəfər nədir? Nəfər nədir? İş görəndir, işçidir. İşçi ilə saat tərs mütənasibdir, düzünə vurulacaq. Və vururam bunu da nəyə? X-a bərabər eləyirəm. 15'i vururam. Bunu buna vururam. 4'e, buradan da vururam 10'a. 6, 5, 30, vur 2, 15 vur 40'a. 15 ile bu sar gedir, sar gedir, x bərabərdir 20 qalır. Başa düşdünüz mü uşaqlar? Aynen. Bax, bunda da diqqətli olun, üç dənələrini qurmağı. Faiz, ədədin faizinin tapılması. Görüm, o birisi qrupa keçmək vaxtı. Aha. Ben 5 dakika Faiz, kaldı. ədədin faizinin tapılması. Yanın ondan da biraz diyeyim. 3'ün 4 faizi. Birinci ədəd, sonra faiz gəlirsə vururuq, 100 faizə bölürük. Bölürük. Birinci faiz, sonra ədəd gəlirsə bu faizi aşağıda məxrəcdə yazıram, 3'ü vururam 100 faizə. Faizdə həmişə 100 faizi ağınızda saxlayın. Sonra ədəddən faizə keçəndə, 3'dən faizə keçəndə 100 faizi ağınızda saxlayırıq, faizə keçəndə olur 300 faiz. Faizdən ədədə keçəndə bölürük 100 faizə olur ədəd 3. Yəni bu faizlər geçsin deyir. Faizə çevirəndə də 100 faizə vurursunuz. Faizdən ədədə keçəndə 100 faizə bölürsünüz. Yaxşı mı? Onu yaza eləyin və testdə faiz ədədin faizinin tapılmasını verirəm. Axıra kimi baxın faizlər mövzusuna. Faizə aid məsələlərə doğru eləyin. Faizə aid məsələlər məhlul maddə məsələsində gələn dərs izah eləyəcəm. Məsələn, maddə nədir? Maddə şəkərdir, yəni qənddir, spirtdir, duzdur, nədir? Maddədir. Məhlul nədir? Şirin çaydır, suyla qəndin qarışığı nə adlanır? Məhlul adlanır. Düsturumuz necədir? Bu düsturdan istifadə edəsiniz. Maddə böl məhlul, vur nəyə? 100 faizə. Ədədin faizini tapırıqsa bu bizim nəyimiz olur? Maddəmiz olur. Maddemiz olur. Məsələn, uşaqlar, baxın səhifə 35'də 36'ya. Deyir 6 ton 96 faizli spirtə. 6 tonun nəyini tapıram? 96 faizini tapıram. Vururam, 100'ə bölürəm. 6 6, 36, 6 yazaq 3 yazaq. 6 9, 54, 3 yazda 57, 100'ə böləndə 576'nın özünü saxlayıram. 1, 2, 0. Arxadan 2 rəqəm ayırıram. Olur 5'dan %76. Mənim nəyim? Maddəm. Ədədin faizini tapıramsa bu mənim olur maddəm. Və bizə deyir ki, neçə ton su əlavə etmək lazımdır ki, 80 faizli spirt məhlul alınsın. Alınsın deyəndə bərabərləşdirirəm həmin faizə. Məhlulum da nə qədər idi? 6 ton idi. 6 ton idi. Deməli, deyir ki, nə qədər su əlavə etmək lazımdır? Üzərinə gəlirəm nəyi? Məhlulun üzərinə gəlirəm nəyi? X-ı bilmirəm. Nə qədər? Vururam nəyə? 100 faizə. Bunun məxrəci yoxdur, 1 yazıram. Bunu buna vuranda 576 olur. 5'dan %76'nı 100'ə vuranda 576 olur. 6'nın da üstünə gəlirəm X-ı bərabər eləyirəm 80'ə. Və buradan da çarpaz vurursunuz. 6'yı 8'ə vururuq. 480'ə vururum. 480 plus 80x bərabərdir 576'ya. 80x bərabərdir 576 çıx 480'ə. 80x bərabərdir 6, 9, 96. Eləmi elədi? X da bərabərdir 96'nı bölürəm 80'ə. 1 tam onda
96'nın içində 8, 12, 12'ni də ona böləndə 1,2 düşür. 96'yı 80'ə böldüm. 1,2. Deməli 1,2 ton su əlavə ediblər. Mənim nəyimə? Məhluluma. 1,2 ton su əlavə ediblər. Məndən də o tonu soruşurdu ki, neçə tondur tap su əlavə etdiyini soruşurdu. Başa düşdünüzmü? Bəli. Bəli. Aha, lap yaxşı. İndi mən